Bugün səhər saatlarında Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib. Şəhərin Məmmədəmin Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində VAZ 21015 markalı avtomobil Kia nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə yol nəqliyyat hadisəsinə səbəb VAZ 21015 markalı nəqliyyat vasitəsinin yol nişanlarının tələblərinə əməl etməyərək gözləmədən digər avtomobilin qarşısına çıxması olub. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Bundan sonra hadisənin tam dəqiq səbəbləri bilinəcək.